Salam olsun Azərbaycan elimə, türkü dilimə və hər kəsi ki, türkçə başarır və türkçəni başa düşür. Burası gilənar.az-dır və biz burada çalışırıq ki, öz fərhəngimizdə, öz dilimizdən gələn, öz nicadımızdan gələn nağıllarımızı səsləndirək və qoruyaq, saxlayaq və təzə nəsillərə də tanıdaq. Umarım ki, bəyənəsiz, bizi subscribe edəsiz ki, biz də ürəklənək və işimiz irəli gedə, davamlı ola. Və olar ki, sizin himayətinizlə biz də daha çox vaxt qoyaq və fəqət səslə bu işi qabağa aparmayaq. Yavaş-yavaş gələk animation üstünə və animation halətdə videoları düzəldək. Bu qismət 4-cü bölümdür və gedəyin görəyin ki, Dirsəxanın xanımı Dirsəxana nə söyləyir və boğazın başına nə oyun gəlir. Dirsəxanın xanımı Dirsəxana bu cür söyləyir. Başımın baxdı, evimin taxtı, bəri gəl. Xan atamın kürəkəni, xanım anamın seviləni. Atam anam verdi ki, göz açaraq gördüyüm, könül verib sevdiyim, a Dirsəxan. Qalxıb yerindən durdun, qara yallı gözəl qazlıq atını mindin, köksü gözəl böyük dağa ova çıxdın, 2 getdin, 1 gəlirsən, balam hanı? Qara dövranda tapdığım oğul hanı? Çıxsın mənim bu kör gözüm, a Dirsəxan, yaman səyriyir. Kəsilsin oğlu nəmən süd damarım, yaman sızlayır. Sarı ilan sancmadan ağca bədənin qalxıb şişir. Təkcə, bircə oğlum görünmür, bağrım yanır. Quru-quru çaylara suçu saldım. Qara donlu dərvişlərə nəzirlər verdim. Ac gördüm, doyurdum, yalın gördüm, geyindirdim. Təpə kimi ət yığdım, gül kimi qımız sağdırdım. Arzu diləklə bir oğul güclə tapdım. Yalnız oğlumun xəbərini, a Dirsəxan, de mənə. Qarşıdakı Aladağdan bir oğul uçurdunsa de mənə. İti axan coşqun sudan axıtdınsa de mənə. Aslana, qaplana oğlumu yedirdinsə de mənə. Qara donlu, azğın dinli kafirlərə tutturdunsa de mənə. Xan atamın yanına mən gedim, ağır xəzinə, böyük qoşun alım, azğın dinli kafir üstünə gedim. Yaralanıb qazlıq atımdan enməyincə, yenimlə, ətəgimlə alqanımı silməyincə, qolubu dolub yer üstünə düşməyincə, tək oğlumun yolundan mən dönmərəm. Yalnız oğul xəbərini, a Dirsəxan, de mənə. Qara başım qurban olsun bugün sənə, dedi, zarıldayıb ağladı. Dirsəxanın xanımı belə danışanda Dirsəxan cavab vermədi. O 40 namərd qabağa gələrək dedi, oğlun sağ, salamatdır, ovdadır, bugün sabah hardaysa gələr, qorxma, qayğılanma, bəy sərxoşdur, cavab verə bilmir. Dirsəxanın xanımı qayıdıb geri döndü, dözmədi. 40 incə qızı özü ilə götürüb bədəvi ata mindi. Oğlunu axtarmağa getdi. Qışda, yazda qarı buzu əriməyən qazlıq dağına gəldi, çıxdı. Alçaq yerləri gəzdi, çapıb uca yerlərə çıxdı. Baxdı, gördü ki, bir dərənin içində qara quzğun enir çıxır. Qonur qalxır, bədəvi atını sürüb, o ələ çapdı. Sən demə, sultanım, oğlan o arada yıxılıbmış. Qarğa quzğun qan görüb oğlanın üstünə qonmaq istəyirdi. Oğlanın 2 ov iti var idi. Qarğa quzğunu qovurdu, qonmağa qoymurdu. Oğlan orada yıxılanda boz atlı Xızır oğlanın yanında hazır oldu. 3 dəfə yarasını əlləyib, sığallayıb. Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur.
Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir deyib yox oldu. Oğlanın anası çapıb oğlanın olduğu yerə gəlib çıxdı. Baxdı gördü oğlu al qanına bulaşıb yatır. Çağıraraq oğlancığını söyləyir. Görək xanım necə söyləyir. Qara qıyma gözlərini yuxu almışdır aç daha. O uzanmış qol-qıçını yığışdır daha. Tanrı verən şirin cana gəldin daha. Üz gözündə can qalıbsa oğul xəbər ver mənə. Qara başım qurban olsun oğul sənə. Niyə axır sənin suların qazlıq dağı? Belə axmaqdansa heç axmasın. Niyə bitir sənin otların qazlıq dağı? Belə bitməkdənsə heç bitməsin. Keyiklərin qaçır sənin qazlıq dağı. Qaçar ikən qaçmaz olsun, daşa dönsün. Nə bilim, oğul aslandan yoxsa qaplandan oldu. Nə bilim oğul, bu qəza sənə hardan oldu? Bədənində canın varsa xəbər ver oğul. Qara başım qurban olsun oğul sənə. Ağız dildən bir neçə söz xəbər mənə. Belə dedikdə oğlanın qulağına səs dəydi. O başını qaldırdı, azacıq gözünü açdı. Azacıq yəni biraz. Gözünü açdı, anasının üzünə baxdı. Söyləmiş görək xanım nə söyləmişdir. Bəri gəl, ağ südünü əmdigim xanım ana. Ağ birçəkli hörmətli canım ana. Axar sular deyib qarğama. Qazlıq dağının sularının günahı yoxdur. Qaçan keyiklərini qarğama. Qazlıq dağının günahı yoxdur. Aslanını, qaplanını qarğama. Qazlıq dağının günahı yoxdur. Qarğayırsan atamı qarğa. Bu suç, bu günah atamındır dedi. Oğlan yenə dedi, ana ağlama, qorxma, bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi. 3 dəfə yaramın üstünə əl gəzdirdi. Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə anan südü sənə dərmandır dedi. Oğlan belə dedikdə 40 incə qız yayılıb dağ çiçəyi topladı. Oğlanın anası əmcəyini bir sıxdı, südü gəlmədi. 2 sıxdı, südü gəlmədi. 3-cüdə özünə bir zərbə vurdu. Sıxdı, südlə qan qarışıq gəldi. Dağ çiçəyi ilə südü oğlanın yarasına çəkdilər. Oğlanı ata mindirdilər, götürüb evə gətirdilər. Oğlanı həkimlərə tapşırıb dirsəxandan gizlətdilər. Məncə buracan görər, gedəyin gələn bölümdə, gələn qismətdə görəyin ki, bu boğacın başına nə oyun gələcək. Əgər bəyəndiniz, like, subscribe yadınızdan çıxmasın. Sizin bizi himayət eləməyiniz və bizə dəstək olmanız bais olar ki, biz bu yola idamə verək və gələcəkdə nə eləyək? Animation halətdə bunları yaradaq. Sağ qalın, əsən qalın.